Çox xəstə idim. Heç belə çölə çıxmağa taqətim yox. Dedim Bravodan biraz meyvə istədi ürəyim. Meyvə vuruq gəlsin. Bunlar da bizə 2 qatına, od bahasına meyvəni verib, çürük meyvələri yığıblar kloka, çürük meyvələri. Keyfiyyətsiz meyvələri. Bunu heç it də görsə yolda götürməzik. Buna harada zir, zibil varsa yığıblar kloka, göndərib batmışlar. Allah bəlanızı versin. Xalqın əməyin bəsliyini verir. Kırıldaq, kələk. Yumurtaya bax. Yumurtanı qoyub kloka. Güya klokda yumurta mı gələr? Kloka qoyub yumurtanın ölüsü gəlib çıxır. Əzim olur. Bunlar bu cındırların öhdəsindən nə vaxt gələcəklər? Bunlar o qədər qudurublar. Bax, mənim attığım dəva dərman. Bunu kim göndərib, kim təşkil eləyib? Elə həmən Bravo marketin yiyəsinə qismət olsun. İllah amin. Ay, sizin ciyəriniz yansın, əzizləriniz qırılsın. Niyə belə eləyirsiniz? Bəs deyil da, mən maaş almıram, pul almıram, pensiya almıram. Hardan olacaq mənim qazancım ki, siz mənə kələk gəlirsiniz? Allah sizi öldürsün.